Proqnozlaşdırma niyə görə vacibdir? Bir əhvalat danışım sizə. Deməli, 1948-ci ildə rejissor John Ford, Ford Apache filminin çəkilişində vacib olan bir məqamlardan biri o olur ki, növbəti günün hava proqnozunu bilmək onun üçün çox önəmli olur, çox vacib olur. Və yerli Navaha Hindu qəbiləsinin məsləhətinə görə həmin qəbilədən olan bir şamanı dəvət edir. Şaman da və rejissor razılaşırlar ki, biz hər gün sən mənə növbəti günün hava proqnozunu deyəcəksən və bu hava proqnozuna görə də mən sənə düz çıxandan sonra mən sənə ödəniş edəcəm. Bir gün, 2 gün, bir neçə gün ard-arda şamanın dediyi hava proqnozu düz çıxır. Və növbəti günlərin biri artıq şamanı çağıranda həmin o rejissor deyir ki, biz sabahın havası necə olacaq? Deyir, sabahı deyə bilməyəcəm. Deyir, niyə? Deyir, məndə nəsə alınmayacaq da. Bir müddət sonra məlum olur ki, bu şamanın radiosu oğurlanıb aktyorlar tərəfindən və artıq şaman gücsüzdür hər hansı bir dəqiq proqnoz verməkdə. Əslində, bu əhvalat nəyə görə maraqlıdır? Çünki bu əhvalatdan elə nəticə çıxartmaq olar ki, düzgün texnologiya, düzgün strategiya qurulmadıqda biznesdə də heç bir proqnozun hazırlanması mümkün deyil. Və düzgün proqnoz olmadıqda da daima stock out, overstock və digər problemlərlə üz-üzə gələcək.